Hər kəs salamlayıram, necəsiniz? Bu günlərim deməli bacımla gəzintiyə çıxacağıq, həm də bir qrup yoldaşımla görüşəcəm. Burada sizə kombinimi göstərirəm. Çox bəyəndiyim üçün dəfələrlə özümə baxmışam güzgüdə, bilmirəm nəsə çox bəyəndim. Sizdə necədir bəs? Qrup yoldaşımla görüşdüm. Mənim üçün hazırladığı köşələri mənə gətirdi. Həqiqətən çox bəyəndim. Buradan ona çox təşəkkürümü bildirirəm. Daha sonra bacımla biz çox gəzdik. Özümüz üçün makyaj malzemələri falan aldıq. Yəni çox gözəl vaxt keçirdik, amma onları çəkə bilmədim çünki bilmirəm necə çox yorğun hiss eləyirdim. Bu mənim oxuduğum dərsdir. Sizə bunu göstərirəm ki, yəni bu qədər çalışmışam. Əslində mən hani bu bilirsiniz necədir? Mən hər telefona baxanda ya da hər hansı durub adi saytına üstünə falan ancaq saatı dayandırırdım. Yəni bu mənim sırf dərslə məşğul olduğum saat idi. Hava çox gözəldir bu gün. İstəyirəm çıxım bu gün gəzim, biraz özümlə vaxt ayırım. Amma bilmirəm, yəni o birdən insanın içinə gələn bir duyğudur. Çünki nə qədər belə günlük günəşli görsənsə də əslində çöldə hava soyuqdur, yəni isti görünümündə olan əslində soyuqdur. Axşamdan yemək hazırlamışdıq. Deməli mən ən çox sevdiyim qida kartofdur. Yəni digər istər ət olsun, istər digər tərəvəzlər olsun, meyvələr olsun qidalana bilmirəm. Özümdən asılı deyil. Bu da yaradılışda olan bir şeydir. Yəni mənim həqiqətən özümdən asılı olan bir şey deyil. Ən çox sevdiyim odur. Ona görə də burada qardaşım təmizləyir, mən isə doğrayıram. Deməli bunu bu formada yemirəm. Doğrayıram, daha sonra qızardıram. Yəni normal qızartma yox. Doğrayıb daha sonra qızardıram. O da çox gözəl olur. Burada üstümdə dəsmal var. Buna səbəbi isə burası soyuqdur. Mətbəx digər otaqlarım daha soyuqdur. Və mən dərsimi orada eləyirdim. Üşüməyim deyə əslində ədyala bürünmüşəm. Qalın geyməyi heç sevmirəm. Bu formada ədyala və sair yorğan falan bilməyi daha çox xoşlayıram. Bu uşaqlığımdan gələn bir şeydir. Uşaq vaxtı da hava soyuq olduqda belə heç vaxt qalın geymirdim. Çox nadir hallarda ola bilərdi ki, mən qalın kofta və sair geyinim. Yəni üst-üstə uşaqlar üst-üstə geyinirdilər falan. O mənim heç sevmədiyim bir şey idi. Burada bunu qızardıram. Daha sonra qardaşımızdan afiyyətlə yeyəcəyik. Yəni daha doğrusu yeyirik. Çox gözəl idi həqiqətən tamı. Hər kəsə tövsiyə eləyərəm bu formada qızartmağı. Hətta burada qardaşım biraz bunu çox qaynadıb. Ona görə kaşkalar biraz əzilmiş formadadır. Amma çox qaynatmadıqda çox qəşəng alınır. Yəni əzilmir, nə başqa bir problem yaranmır. Həqiqətən möhtəşəm olur tam da. Sizə də tövsiyə eləyərəm. Hətta bunu ətlə falan da qızartmaq olur. Biz eləyirik, yəni çox qəşəng olur. Sadəcə dalbadal günlərdə ət yeyəndə insan özünü narahat edir. Çox da xoşlamıram. Bu günün artıq saat 3 idi deyəsən. Burada bu qədər dərs çalışmışdım. Daha sonra dediyim kimi sizə qərar verdim və həyətə gəzməyə gedirəm. Burada elə bilirəm ki, hava istilik şeydir, nazik geymişəm, amma çölə çıxandan sonra dərk etdim ki, hava çox soyuqdur. Ona görə də yüngül peşmançılıq hissi keçirmiş ola bilərəm. Minnoş kedi var burada. Kedişlər həqiqətən çox qəşəngdirlər də. Yəni plus da Instagramda və sair onlarla bağlı videolar izləyirəm. Necə də insanlara yardım edirlər, necə ağıllıdırlar. Yəni heyrətlə izləyirəm, amma yenə də evdə saxlanmaqlarının tərəfdarı deyiləm. Çünki onlar ev heyvanıdır o mənada ki, insanla birlikdə insanın həyatında yaşaya bilsin. İnsanın evində yox. Yəni mənim düşüncəm bu tərzdədir. Burada bir meyvə satılan yer var idi, çox böyüdüblər. Yəni çoxlu gördüm ki, oranı genişlətmişdilər. Çox sevindim. Burada maraqlı yəni nə deyirlər, kuponlar var. Sadəcə hayfım gəldi onlara bu tipi verməyə. Bu da Fantın yeni bir növüdür. Mən daha doğrusu yeni bir deyəni, yəni mən əvvəllər heç görməmişdim. İlk dəfə görürəm və burada bəzi suxarik cips növləri var ki, mən bunların heç birini görməmişəm, ilk dəfə görürəm. Və tamlarını bilmədiyim üçün açığı almaq istəmədim. Çünki film izləyib gözəl zaman keçirmək istəyirdim. Birdən düşündüm bəyənməyəcəyim bir tam olar. Amma bu göstərdiklərimin hamısı ilk dəfədir ki, bu marketdə görürdüm mən. Ümumən hər şey demək olar ki, endirim var idi. 90% hər şeydə endirim var idi. 90% yəni deyəndə, yəni hər şeydə fərqli endirimlər var idi. Bu şirin əslində almaq istədim, amma biraz çox sanki şirin olacağını düşündüyüm üçün almadım. Bu isə mənim uşaqlığımda ən çox sevdiyim şirinlik idi. Amma indi təbii ki də böyüdüyüm üçün artıq o effekti vermir. Yəni sadəcə uşaqlığımı xatırladır, amma o dadı vermir. Maalesef. Bir də burada maraqlı bir keks gördüm. Yəni keksi hazırlayıblar, sanki evdə satılmış, yəni hazırlanmış kimi və ikiyə bölüblər. Yəni çox maraqlı bir şey idi. İlk dəfə idi daha doğrusu o formada hazırlanıb paketlərdə satılan keks gördüm. Ümumən marketlərə gedirəm, amma deyəsən çox da gəzməmişəm marketlərə, çünki çox məhsulu tanış tezə kimi gəldi mənə, ya da ilk dəfə idi görürdüm həqiqətən.
Burada köşə seçməyə çalışıram, seçə bilmirəm. Biraz əkizlər bürcü olduğum üçün çətin seçən insanam və bu şokolad növündə ilk dəfə idi görürdüm. 12 az idi. Hətta 24-dən deyəsən düşmüşdü endirimə. Daha sonra bunlara baxdım, amma mən acı da yeyə bilmirəm. Hətta bu adicə çubuqların bu növləri belə mənim üçün çox acı sayılırdı. Yəni ona görə hər zaman mən pendirli yeyirəm və ən sevdiyim köşə buradır təbii ki də sahiblər satılan yer. Bu bulka isə mən universitetə alıb apardığım dərs yemək üçün, yəni dərs ediyim gündən alıb apardım, yəni çox sevirəm. Burada bir maddəni qəpdi, indi sizə o badaj qiymətini göstərəcəm. Bura bravodur. Burada çiləkli südlər olur. Onu axtardım, onu tapa bilmədim. Mənim ən sevdiyimdir. Yəni bu yaşıma baxmayın, südləri, yəni satılan südləri çox sevirəm. Rayondan gələndə bitmişdi. Dedim özümə alıb, amma istədiyim növünü tapa bilmədim maalesef. Marketə isə gəlmişəm ki, özüm üçün abur-cubur alım. Çünki film izləyəcəm. Onun üçün belə abur-cuburla film izləməyi çox sevirəm. Gəlmişkən də sizin üçün dedim çəkeyim. Çoxlu endirimlər var idi, yəni dəhşətli dərəcədə. Sanki hər şeyə endirimlər eləmişlər. Yəni ümumi bir endirim kimi idi yəni. Daha sonra Obiyə gəldim. Orada bu hissəni yeni açıblar. Daha doğrusu yeni açıblar deyil, sizə mən digər vlogumda göstərmişdim. Şirniyyatı isə buradan aldım. Çünki o dəfə çalmışam ki, obadan almağa şirniyyatları. Yəni ona görə də oradan ala bilmədim maalesef. Həm də qərar verə bilmədim. Bu isə nədirsə ilk dəfə gördüm. Əgər bundan sınıyan varsa yorumlara yazsın. Yəni üstündən görünüşü çox cəlbedici gəldi mənə, rəngi falan. Marketing qurbanı olacam deyəsən. Burada isə 5 qəpik fərqlər var. Endirimə düşəndə isə səhv eləmirəmsə 99 qəpiyə düşür bu köşə. Mən həmişə buradan almışam bunu. Oradan ötürü almaq istəmədim. Onun çox gözəlliyi, için şokoladı falan çox dadlıdır. Daha sonra heç zaman almadığım bir köşə tipi aldım, yəni. Sonra evə gəldim, tam cips falan yedim, film izlədim ki, qardaşım dedi gəl gedək biraz gəzək. Bu da evimizin önündəki parkdır. Mən də razılaşdım, amma planşetimi də özümlə götürdüm. Filmimin yarısı qalmışdı. Belə mən ona ismarladım. Dönər ayran yeyib içdik həyətdə. Və mən də filmimi izlədim. Növbəti gündən sizi salamlayıram. Dünən 5 saat, yəni ümumən 5 saat deyil təbii ki də, aralıqlarla, amma sırf dərsdən 5 saat məşğul olmuşdum. Bu gün də başlayaq görək nə qədər məşğul ola biləcəm. Yəni çalışıram ki, sırf saatı elə ayarlayım ki, sırf dərslə məşğul olduğum hissələr olsun. Hər adicə bir su içməyə gedəndə belə dayandırıram saatı. İndi görək nə qədər olacaq. Bu əslində gündən günə dəyişir. Yəni məsəl üçün əslində dünənki gündə çalışsam bəlkə 7-8 saata qədər çalışa bilərdim, amma günün yarısında saat 2-də 3-dən sonra mən özümə zaman ayırdım. Gördüyünüz kimi vloglar göstərdim, dincəldim. Burada artıq yorulmuşam. Çünki neçə saat dərslə məşğul olurdum. Arada təbii ki, yeyib içməyə saysaq 3-4 saat idi dərslə məşğul olmağa başladığım. Sonra yorulduğum üçün özümə yemək qızdırdım. Çayımı süzdüm və sevdiyim bir blogerin vlogunu izləməyə başladım. Mən yemək yeyəndə, ən çox yemək yeyəndə vlog izləməyi çox sevirəm. Əslində bu gün də istədiyim şey həyətə düşüm, biraz gəzim, amma bu gün hava dünənki kimi deyil. Bu gün daha çox buludlu və soyuqdur. Dünəndən də soyuqdur. Ona görə də fikrimdən vaz keçdim maalesef. Bu gün də bu qədər dərslə məşğul oldum. Saat isə artıq 4-ə yaxınlaşır. Dərslə məşğul olduqdan sonra isə növbəti günə keçirik. Bu gün bacımla aşağı düşmək idi, çünki apteklə bağlı bir işimiz var idi. Amma alınmadı. Əslində ilk dəfə bir iş alınmadı deyə sevinirəm. Yəni maraqlı olarsa digər vlogumda nə etsəm deyirdiniz, yəni orada nə işim olduğunu sizə danışıram. Çox bəyənirəm bunu. İndi çayın altını söndürək. Çünki qızdı artıq. Özümə işə bir çay süzüm. Biraz dincəliyim. Heç olmazsa indi dincələk, tətil olmuşsun. Sonra dərs başlayanda heç dincələ bilməyəcək. Arada danışıram biraz kayır. Türk dilindən falan ya da başqa bir ləhcəyə. Amma mən Azərbaycanlıyım. Bir dənə yoxlamayacağım çayın tam necədir. Ot kimi. Mən şirniyyatı çox sevirəm.
Amma bizdə evdə ümumən heç Novruz bayramı istisna heç vaxt şirniyyat bişmir. Çünki gəlin bacım bişirir. Hava şəraitini görürsünüz də, yəni dəhşət pis soyuq var. Nə çölə çıxmaq olur, nə gəzmək olur. Görürsünüz də, yəqinçiləri daha görmürsünüz, yəni səsini eşidirsiniz. Buradan sizi göstərmək istədim. Məscidin işıqları yanılıblar. İndi hava da qaralmayıb deyə çox da yaxşı görmək olmur, yəni amma hava qaraldıqca çox qəşəng olacaq. Bu vlogu burada sonlandırıram. Yeni bir vlogda görüşənədək. İndi hələ ki evdəyəm, tətildəyim. Daha gözəl bir yerə getdikdə sizin üçün vloqlayacağam. Hələlik.